ABŞ prezidenti Donald Trump'ın tətbiq etdiyi yeni tariflər şimal qonşumuz Rusiyada çiplərin, kompüterlərin və smartfonların qiymətlərini sürətlə artıra bilər. Bu fikirdə olan ekspertlər Trump'ın Avropa və Asiya ölkələrinə qarşı başlatdığı ticarət müharibəsinin Rusiyaya təsirsiz ötüşməyəcəyini düşünürlər. Mövzunu Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov araşdırıb. İzləyək. Donald Trump Amerika Birləşmiş Ştatlarına idxal olunan məhsullara görə 150-dən çox ölkəyə tariflər tətbiq edib. Həmin ölkələrin siyahısında şimal qonşumuz yer almasa da, ekspertlər hesab edirlər ki, Trump'ın Avropa İttifaqı və Çinə tətbiq etdiyi rüsumlar Rusiyaya da təsirsiz ötüşməyəcək. Bahalaşma ilk növbədə istehlak elektronikası və elektron komponentlər bazasında özünü göstərəcək. Təhlükə var ki, yeni ticarət müharibəsi elektronika məhsullarının kəskin bahalaşmasına gətirib çıxara bilər. Misal üçün, iPhone-ların qiymətləri $2000 ötə bilər. Başa düşmək lazımdır ki, dünyada əsas elektronika istehsalçısı Çindir. Ona görə də ABŞ bu ölkədən idxal olunan elektronika məhsullarına rüsumlar tətbiq etsə də, bu Rusiyada Çin elektronika məhsullarının qiymətlərinə təsir göstərməyəcək. Bir çox texnoloji şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında olsa da, istehsal müəssisələri Asiya ölkələrində yerləşir. Belə olan halda Çin, Hindistan, Vyetnam və Tayvan kimi əsas texnoloji ölkələrin hamısı daha yüksək tariflərlə üzləşirlər. Bunlar isə uzun müddətdir Rusiyanın elektron məhsul istehlak etdiyi əsas ölkələrdir. Mümkündür ki, Rusiyaya Çindən elektronika məhsullarının çatdırılmasında qırılmalar olsun. Çünki müasir elektron məhsulların komponentləri müxtəlif ölkələrin istehsalı olur. Məhsul başqa bir ölkədə yığılır. Çin özü də ABŞ-dən xammal idxalına rüsumlar tətbiq edir. Bu da öz növbəsində istehsal olunan məhsulun maya dəyərinin artmasına gətirib çıxarır. Rusiyada elektronika məhsullarının qiymətlərinin bahalaşması görünür ki, baş verəcək. Ekspertlər hesab edirlər ki, Rusiya hələ kifayət qədər həcmdə elektronika məhsulları istehsal etmir. Ona görə də smartfonlar, kompüterlər, məişət texnikası, televizorlar, mürəkkəb borc sistemləri olan avtomobillər, bir sözlə hər şey bahalaşacaq. Rusiya elektronika sayəsində idxaldan çox az ölkədir. Elektronika istehsalı mürəkkəbliyi baxımından böyük investisiya tələb edən sahədir. Bu səbəbdən müasir elektronikanı çox az sayda ölkələr istehsal edir. O ki, qaldı bu ticarət müharibəsinin öhdəsinə necə gələcəyimizə, son 3 ilin təcrübəsi göstərir ki, Rusiya sanksiyaların öhdəsindən heç də pis gəlməyib. Rusiya hökuməti Amerikanın yeni tariflərinin yaratdığı beynəlxalq iqtisadi fırtınanın nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi edəcəyini açıqlayıb. Rəsmi Moskva hesab edir ki, Birləşmiş Ştatların tarif qərarları Ümumdünya Ticarət Təşkilatının fundamental qaydalarını pozur və Vaşinqtonun artıq özünü beynəlxalq ticarət hüququ normaları ilə bağlı hesab etmədiyini nümayiş etdirir. Ona görə də Rusiya üçün indi Amerikanın tariflərinə ən ağlabatan cavab uzun müddətdir ki, başlayan importizamişeniya, yəni idxalı əvəz etmə kursunu davam etdirmək, yerli proqramların effektivliyini gücləndirmək və artırmaq kimi görünür. Fərid Əkbərov, İTV Xəbər, Moskva.